şəhid qəbrimi bu nədir? Bax, hanı bunun bayrağı, hanı bu nədir? Nədir bu? Hanı bayraq, hanı nədir? Tamam, dedin olsun, açdım. Mənim bu balam aprel ayının birində sərhəd qoşunlarında Naxçıvan Sərhəd Xidməti 20.1 nömrəli çatda hərbi xidmətə yola salmışam. Mənim bu balamı ayın 21-ci günü, iyun ayının birində öldürürlər. Naxçıvan hərbi xidmətində, Naxçıvan sərhəd qoşunlarında öldürürlər ay cəmaət, ay millət. Dünən mən uşağımı dəfn eləmişim. Mənim uşağımın üstündə, tabutunda gətirdikləri parçaya baxın. Hangi bu şəhidin bayrağı, bu uşağın hərbi şəklini qoymadılar bizi fitnə vurmağa. Ay cəmaət, dünən buraya 20 dənə, 30 dənə polis dövmüşdülər ki, heç kim çəkiliş eləməsin. Ay millət, mən adamını öldürmüşdüm. Mən kimsə oğurluq eləmişdim, mən kimsə yaralamışdım, o qoca polis dövmüşdülər, qrajdan formada. Qonşunun işığına kimi qırıqlar, ay millət, qoymadılar çəkiliş olsun. Heç bir telekanal, heç bir çəkiliş kanalı ona kömək olmur. Hamısına tapşırıq olmur, hamıya tapşırıq olmur. Çəkiliş olmasın, sizdən artıq dərəcədə xahiş edirəm, ona köməkli edəsiniz. Mənim balama şəhidlik statusu verilmir, ay cəmaət. Onların burada başına dəysin, onların tələsində başına dəysin, mən deyişini istəmirəm. Mənim sadəcə uşağım baş daşına yazılsın ki, şəhid olub bu uşaq şəhid olub, bu uşaq hərbi xidmət vəzifəsini yerinə yetirəndə olub. Mənim balamı öldürürlər, ay millət, ay cəmaət, mən xahiş edirəm. Alın balası var, bana kömək olun, bana dəstək olun, ay Torq rayon, buradan sizə səslənir.